Bu il taxıl boldur. İndi dolub daşan taxıl zəmlərində qızğın iş gedir. Bölgələrdə ardıcıl olaraq yığım işlərinə start verilib. Salyan rayon Sarvan kənd sakini fermer Şahin Məhərrəmov deyir ki, bu il havaların yağıntılı olması məhsuldarlığa yaxşı təsir edib. Gözümüzü açandan ikinci illə məşğul. Bizim zonada, Salyan zonası Şoran torpaq kateqoriyasına aiddir. Ona görə burada məhsul becərmək, sentiner götürmək bəs çətindir. Şükür Allaha bu illəri məhsulumuz yaxşıdır. 30-dan bəzi yuxarı məhsul götürmüşük. Hal-hazırda biçini aparmışam, arpa biçini aparmışam. İndi başqa sahələrdə biçin davam eləyir. Hal-hazırda 30 sentiner taxıl götürmüşəm, 3 hektar yerdən. Yazın əvvəllərində biraz yağış oldu. Taxıla müsbət təsir göstərdi. Bir də çətinliyimiz var. Yığdığımız məhsulun bir hissəsini özümüz sərfiyatımız götürürük, qalan hissəni sata bilmirik. Nəyə görə sata bilmirik? Satıcı var, alıcı ucuz qiymət alır. Bəzi rayonlarda arpa sahələri biçilib. Mərhələli şəkildə digər rayonlarda da biçin işləri davam edir. Ümumilikdə Respublikada bu il 932 min hektar sahədə payızlıq taxıl əkini aparılıb. Bunun 505 min hektarı buğda, 426 min hektardan çoxu arpa sahəsidir. Məhsuldarlıq kifayət qədər. Ən azı ötən ilki məhsuldarlıqdan bir qədər də artıq arpa biçinində məhsuldarlıq müşahidə olunur. Biçin prosesinə hazırlıq mərhələsi fevral ayından başlayıbdır. Agroservis Açıq Səhmdar Cəmiyyətinin 7 bölmələrində kombaynların biçinə hazırlıq vəziyyətinə gətirilməsi, mexanizatorlara təlimlərin keçirilməsi, ən əsası Respublika üzrə dislokasiya planının hazırlanması vaxtında başa çatdırılıbdır, tədbirlər planı hazırlanıb. Texnika ilə təminat məsələsində heç bir problem yoxdur. Hazırda aktiv biçim prosesində təxminən 1400-ə yaxın taxıl yığan kombayn iştirak edir. Şimal bölgəsində və şimal-qərb zonasında biçin əsasən 3-cü mərhələdə həyata keçirilir. İyun ayının sonu arpa və buğda biçini üçün qarışıq dövr sayılır. İndi fermerləri maraqlandıran əsas məsələlərdən biri də taxıl biçininin neçəyə başa gəlməsidir. Qiymət mexanizatorlar tərəfindən müəyyənləşdirilir və bu günləri biçim prosesində iştirak edən kombaynların təxminən üçdə ikisindən artığı fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır. Amma buna rəğmən relyefindən, sahənin vəziyyətindən asılı olaraq aşağı-yuxarı müəyyən qiymətlərdə fərqlər ola bilər. Amma bizim apardığımız gündəlik operativ qərargaha daxil olan məlumatlar əsasında bütün rayonlarda biçinin hansı qiymətə aparıldığıyla bağlı davamlı informasiyalar əldə edilir və orta qiymət 55-60 manat arasındadır. Əsas diqqət biçin kampaniyasının vaxtında başa çatdırılmasına yönəlib. Qeyd edək ki, biçinə start verilən vaxtdan bölgələrdə Kənd Təsərrüfatı Nazirliyinin regional müşavirələri də keçirilir. Hesab olunur ki, bu ildə taxıl biçini itkisiz və optimal müddətdə başa çatacaq.